Limonun meyvəsi qədər qabığı da antioksidant mənbəyidir. Qabığında olan minerallar, vitaminlər, lif, karotenoidlər, efir yağlar və polifenol maddələr bir çox xəstəliklərə qarşı qoruyucu rol oynayır. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu sonacan izləyin. Bəyənib abunə olun. Ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Limon qabığının tərkibində kalsium, kalium fosfor, sink dəmir, pantoten turşusu var. Rəndələyib çayınıza, şirniyyatlarınıza və salatların içinə ata bilərsiniz. Limon qabığı C vitamini çatışmazlığından yaranan diş ətlərində iltihab və qanama probleminə qarşı əlverişli üsuldur. Həmçinin skorbit xəstəliyinin yaranmasını əngəlləyir. Sinirləri sakitləşdirmək xüsusiyyətinə malikdir. Damarlarda laxtalanmanın qarşısını alır. Damar tutulması riskini aşağı salır. Ürək xəstəlikləri riskini azaldaraq ürəyi rahatladır. Dərini gözəl, təravətli edir. Dəri xərçənginə qarşı bir qalxan rolunu oynayır. Araşdırmalar sübut edib ki, limon qabığı qadınların yumurtalıq xərçəngi, ağız, boğaz və mədə xərçəngi riskini 40-50% azaldır. Limon qabığı xüsusilə spirtli içki qəbul edənlər üçün çox faydalıdır. Qaraciyərin yağlarını azaldır, yağlanmadan qoruyur və öd kisəsini təmizləyir. Mədə turşuluğunu aradan qaldırır. Bəlğəm sökdürücü təsir edir. Limon qabığı tərkibindəki pektin və efir yağları sayəsində xolesterol, triqliserid səviyyəsini normallaşdırır. Limon qabığı liflə zəngin olduğundan bağırsaq funksiyalarını və sağlamlığını qoruyur. Eyni zamanda qəbizliyin qarşısını alır. İçərisindəki yüksək antioksidantlar sayəsində hüceyrələrə zərər verən sərbəst radikalları zərərsizləşdirmək qabiliyyətinə malikdir. Bakteriyaları öldürür. Limon qabığı osteoartroz, iltihablı poliartrit sümük qırıqları, osteoporoz, revmatoid artritin qarşısını almağa kömək edir. Əgər bədəndə kalsium səviyyəniz aşağıdırsa, börəklərinizdə oksalat duzu varsa və yaxud daha əvvəl olubsa, mütləq həkiminizlə məsləhətləşin. Bu videoda bu qədər izlədiyiniz üçün təşəkkürlər.